Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Samiri Eminova. Gəlin müsahibə mərhələsi üçün bir neçə sualın izahına baxaq. Sizdən soruşsalar ki, kurikulum nədir? Cavabında deyirsiniz ki, kurikulum təhsilin məzmunu, təşkili, qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual bir sənəddir. İkinci sual, sizdən soruşsalar ki, formativ qiymətləndirmə nədir? Cavabında deyirsiniz ki, biz bilirik ki, yəni qiymətləndirmənin ümumiyyətlə 3 növ var. Diaqnostik, formativ və summativ qiymətləndirmə. Formativ qiymətləndirmə şagirdin davamlı inkişafını izləyən bir qiymətləndirmədir. Şagirdin inkişafını izləyir, onu hədəfə doğru aparır. Yəni ümumiyyətlə məzmun standartlarının mənimsənilməsinə yönəldilmiş bir qiymətləndirmə növüdür. Şagirdin fəaliyyətini izləyir. Bu prosesdə onun qarşısına çıxan çətinliklər müəyyən edilib, aradan qaldırmaq məqsədlə aparılan bir qiymətləndirmə növüdür. Gündəlik aparılan qiymətləndirmədir. Formativ qiymətləndirmə ümumiyyətlə bu suallara cavab verir. Şagirdin hədəfi nədir? Şagird nə öyrənib və daha yaxşı nə öyrənəcək? Yəni şagirdin indiki mövcud vəziyyəti necədir? Hal-hazırda öyrənməli olduğu məsələdən nə qədər xəbərdardır kimi suallara cavab axtarır. Sizdən soruşsalar ki, summativ qiymətləndirmə hansı sinifdə aparılmır? Cavabında deyirsiniz ki, summativ qiymətləndirmə 1-ci sinifdə aparılmır. Sizdən soruşsalar ki, kiçik və böyük summativ qiymətləndirmələr neçə ballıq şkala ilə ölçülür? Cavabında deyirsiniz ki, kiçik və böyük summativ qiymətləndirmələr 100 ballıq şkala ilə ölçülür. Sizdən soruşan olsa ki, summativ qiymətləndirmə nədir? Deyirsiniz ki, summativ qiymətləndirmə şagirdin nailiyyət səviyyəsini kəmiyyətcə ölçən bir qiymətləndirmədir. Cəmləyici qiymətləndirmədir. Yəni, summativ qiymətləndirmə, baxın, bu sualların cavabını axtarır. Şagird mövzu, hər hansı bir bölmədə əhatə olunan təlim materialını şagird mənimsəmişmi? Yəni, biz hər hansı bir mövzunu, bir neçə mövzunu keçirik, sonunda şagirdi summativ qiymətləndirmə ilə qiymətləndirdik. Elə deyil mi, müəllimlər? Bunun üçün də biz nə edirik? Şagirdlərə müəyyən testlər veririk və şagirdi yoxlayırıq ki, görək şagird biz ona öyrətdiklərimizi mənimsəmişmi? Yəni, şagird mövzu üzrə hər hansı bir bölmədə əhatə olunan təlim materialını mənimsəmişmi? Öyrəndiklərini tətbiq edə bilirmi? Daha irəli getmək üçün lazımi potensialı varmı? Baxın, bu sualların cavabını axtarır summativ qiymətləndirmə. Summativ qiymətləndirmə şagirdin nailiyyət səviyyəsini ölçən bir qiymətləndirmədir. Kəmiyyətcə ölçən qiymətləndirmədir, cəmləyici qiymətləndirmədir. Daha bir sual. Summativ qiymətləndirmənin nəticələri harada qeyd olunur? Deməli, əziz müəllimlər, şagirdlərə biz summativ qiymətləndirmədə topladığı ballar və həmin ballara uyğunlaşdırıb bir qiymət yazırıq. Həmən qiymət jurnalda, sinif jurnalında, bir də şagirdin məktəbli kitabçasında yazılır. Sizdən soruşsalar ki, motivasiya necə olmalıdır? Cavabında deyirsiniz ki, motivasiya problemli, düşündürücü, maraq oyadan olmalıdır. Deməli, belə bir sual verilə bilər sizə ki, sinifdə qaydanı pozan şagirdi dərs zamanı lövhənin qarşısında saxlamaq olarmı? Əlbəttə, buna yol vermək olmaz. Heç bir zaman qaydanı pozan şagirdi lövhənin qarşısına çıxarıb onu incitmək olmaz. Dərsdən sonra şagirdlə söhbət aparıb, müəyyən nə varsa problemi aradan qaldırmaq olar. Şagirdlə fərdi surətdə danışılaraq. Soram, əziz müəllimlər, sizə belə bir sual oluna bilər ki, bir akademik dərs üçün neçə təlim məqsədi qoymaq olar? Deməli, bir akademik dərs deyəndə 45 dəqiqəlik dərs nəzərdə tutulur. Ən aşağı 1, maksimumda 2 və 3 məqsəd götürmək olar. Yəni, ondan artıq məqsəd götürsək, biz o məqsədə çatmış ola bilmərik. Deməli, ən aşağı 1, ən çoxu da 3 məqsəd götürə bilərik, dəyərli müəllimlər. Sizdən soruşsalar ki, sağlam psixoloji mühit necə olmalıdır? Cavabında deyirsiniz ki, hər bir müəllim sinifdə şagirdlərə həssas yanaşmalıdır, demokratik olmalıdır, vicdanlı olmalıdır, empatiya qurmalıdır, özünü şagirdin yerinə qoya bilməlidir, mehriban olmalıdır. Bir sözlə, şagirdi öz övladı kimi görməlidir. Şagird sinifdə müəllimdən yəni səhv eləsə belə qorxmamalıdır ki, mən ayağa duraram, səhvimi deyərəm, müəllimə məni danlayar. Yəni sinifdə mütləq sağlam psixoloji mühit olmalıdır ki, şagirdlə müəllim arasında düzgün əlaqə olsun.
Sizdən soruşsalar ki, motivasiya nəyə əsasən qurulmalıdır cavabında deyirsiniz ki, motivasiya alt standart və təlim nəticəsinə əsasən qurulmalıdır. Sizdən soruşsalar ki, təhsil verənlərin keyfiyyət göstəriciləri dedikdə siz nəyi başa düşürsünüz? Cavabında deyirik ki, ümumi təhsil sistemində çalışan təhsil verənlər aşağıdakı keyfiyyət göstəricilərinə malik olmalıdır. İxtisası üzrə dövrün tələbatına uyğun elmi nəzəri bilikləri olmalıdır. Yəni, öz dərsini elmi nəzəri bilik cəhətdən tam bilməlidir. Yəni, yüksək biliyə sahib olmalıdır. Uşaqlarla həssas ünsiyyət qurma bacarığı olmalıdır, iş bacarığı olmalıdır, əxlaqi mənəvi keyfiyyətlərə sahib olmalıdır, mədəniyyəti olmalıdır, əməkdaşlığı olmalıdır, idarəçilik, özünü təhsil bacarıqlarına sahib olmalıdır. İşlədiyi məktəbdə, ictimaiyyətdə hörmətə və nüfuza sahib olmalıdır. Bu saydıqlarım təhsil verənlərin keyfiyyət göstəriciləridir. Beləliklə, dəyərli müəllimlər, müsahibə mərhələsi üçün sualların izahı başa çatdı. Bir sonraki izahlarda görüşmək ümidi ilə hər birinizə uğurlar arzulayıram. Uğur sizinlə olsun.